Təsəvvür edin, qaranlıqdır, Afrika savannasında, quru otların arasından sizə doğru baxan, qaranlıqda par-par yanan iki vahiməli göz görürsünüz. Bu mənzərə yəqin ki, çoxumuzun beyninə sənədli filmlərdən həkk olunub. Aha, sirli musiqi sədaları altında yavaş-yavaş irəliləyən o əzəmətli siluet. Tamamilə. Biz onlara həmişə, yəni uşaqlıqdan cəngəlliklərin kralı deyirik. Amma baxın, elə ilk saniyədən bildiyiniz hər şeyi unudun. Çünki bugün aslanlar haqqında o heç yerdə eşitmədiyiniz 15 gizli xüsusiyyəti ifşa edəcək. Və elə siyanımızın 15-ci faktından başlayaq, onlar cəngəllikdə qətiyyən yaşamırlar. Düzdür, yəni o təsəvvür etdiyimiz sıx tropik meşələr aslanların evi deyil. Əslində jungle sözü qədim sanskrit dilindəki jangala sözündən gəlir, mənası da boş ərazi, kimsəsiz yer deməkdir. Yəni onlara əsl evi o qaranlıq meşələr yox, açıq savannalar və otlaqlardır. Bizi dinləyənlər üçün deyim ki, bugünkü dərin təhlilimizdə masamızın üstündə çox ciddi mənbələr var. Exeter Universitetinin süni intellekt analizləri, uzun müddətli park müşahidələri, termal kameraların qeydləri. Bəli, missiyamız bu mənbələrə əsaslanaraq o köhnə klişeləri dağıtmaqdır. Aslanlar sadəcə qaba güc deyil, bioloji cəhətdən inanılmaz mürəkkəb varlıqlardır. Hazırsınızsa, biliovumuz başlayır. Gəlin elə o qaranlıqda parlayan gözlərdən, yəni siyahımızdakı birinci faktdan davam edək. Gecə görmə qabiliyyəti. Mən mənbələrdə oxuyanda şoka düşdüm ki, onlar bizdən, yəni insanlardan, təxminən 6 dəfə daha yaxşı görürlər. Aha, 6-8 dəfəyə qədər. Təkamül onları zülmətdə işığı maksimum tutmaq üçün dizayn edib. Gözlərinin arxasında tapetum lucidum adlanan xüsusi bir təbəqə var. Bu təbəqə, bir növ güzgü kimi işləyir. Güzgü, yəni işıq gözə girir və... Bəli. İşıq gözə daxil olur, torqişadan keçir və o təbəqəyə dəyib yenidən torqişaya əks olunur. Yəni aslan eyni işıq zərrəsindən, fotondan 2 dəfə istifadə edir. Qaranlıqda o gözlərin parlamasının səbəbi də həmən o geri qayıdan işıqdır. Bu mükəmməldir. Fotonlara ikinci şans vermək kimi bir şeydir. Yeri gəlmişkən gözlərdən danışırıqsa, elə 11-ci faktımızı da bura sıxışdıraq. Biz aslanları həmişə kəhraba rəngli, sarı gözlərlə təsəvvür edirik. Amma balalar belə doğulmur, elə deyilmi? Tamamilə fərqli doğulurlar. Balalar doğulanda gözləri yumulu olur. Açılanda isə rəngi mavi, bəzən də mavi-boz çalarlarında olur. Yalnız 2-3 aydan sonra o bildiyimiz məşhur yırtıcı sarısına, kəhraba rənginə çevrilir. Çox qəribədir. O qorxunc yırtıcının balası mavi gözlü bir pişik balası kimi başlayır həyata. Bəs, gəlin indi o böyük, cüssəli heyvanların gündəlik həyatına baxaq. 4-cü faktımız. Sənətli filmlərdə həmişə qaçan, ov edən aslanlar görürük. Amma reallıqda bunlar əsl tənbəllik krallarıdır. Günün 20 saatını yata bilərlər. 20 saat, bəli. Kənardan baxanda mütləq tənbəllik kimi görünür, amma arxasında ciddi bir bioloji strategiya dayanır. Aslanlar krepuskulyar canlılardır, yəni əsasən sübh və qürub vaxtı alaqaranlıqda aktiv olurlar. Gündüz istisində hərəkət etmək yəqin ki, intihar olan o boyda heyvan üçün. Düzdür, amma məsələ təkcə isti deyil. Onlar bir oturuşda çox böyük miqdarda ət yeyirlər. O qədər zulalın həzm olunması bədəndə dəhşətli bir daxili temperatur yaradır. Yəni metabolik enerji tələb edir. Əgər onlar həzm zamanı hərəkət etsələr, bədən hərarətləri kritik həddi keçər. Yəni yuxu o zirvədə qalmaq üçün məcburi bir soyuma prosesidir. Deməli, ağır yeməkdən sonra divanda uzananda özümüzə tənbəl deməməliyik. Aha, sadəcə metabolik enerjimizi idarə edirik. Dəbiq. Yaxşı, bəs bu yuxudan oyanıb ova çıxanda nə baş verir? Bax, 3-cü və 2-ci faktlarımızı birləşdirən böyük bir mif var burada. Pişik kiminilər arasında aslanlar yeganə dırnaqlılardır ki, daha doğrusu növdülər ki, yalğız yaşamırlar. Onlar pride adlanan çox sıx qruplar halında yaşayırlar. Və ən maraqlısı, əsl ovçular o nərildiyən erkəklər deyil. Qətiyyən deyirlər. Pride'ın əsl nüvəsi matriarxaldır. Yəni, qrupun yeməyinin 90%-ni dişi aslanlar təmin edir. Bacılar, analar, qızlar bir yerdə yaşayır və ovu koordinasiyalı şəkildə edirlər.
Erkəklər isə sadəcə kənardan gəlir, əsas vəzifələri qrupu və ərazini digər erkəklərdən qorumaqdır. Deməli, ailəni dolandıran dişilərdir. Mən Etosha Milli Parkının araşdırmalarında oxudum ki, dişilərin sayına görə ovun uğuru riyazi olaraq dəyişir. Bəli, çox maraqlı modeldir. Qrupda 7 dişi aslan olanda ovun uğur qazanma ehtimalı pik həddə çatır. Və əgər o gecə hava küləklidirsə, ay işığı yoxdursa, yəni qaranlıqdırsa, şikarın heç bir şansı qalmır. Çünki külək səsi və qoxunu gizlədir, qaranlıq da o güzgü kimi gözlərin işinə yarayır. Söhbət ovdan düşmüşkən, onların fiziki güclərinə baxaq. 10-cu, 6-cı, 12-ci və 13-cü faktlarımızı masaya tökək. Mən sənədlərdəki rəqəmləri görəndə sözün açığı gözlərimə inanmadım. Qısa məsafədə saatda 80 kilometr sürət yığa bilirlər. Bəli, 80 kilometr, amma çox qısa məsafədə. Onların ürək və ciyər həcmi uzun müddətli qaçış üçün dizayn edilməyib. Tez yorulurlar. Ona görə də pusku qurbana çox yaxın olmalıdır. Və üstünə gəl, bir dəfəyə 11 metr uzağa tullana bilirlər. 11 metr. Bu bir avtobus uzunluğu deməkdir. Amma məni ən çox şoka salan onların dırnaqları ilə bağlı olan rəqam oldu. Qeydlərdə deyilir ki, aslanın dırnaqları 38 santimetrə qədər uzana bilər və polad qədər möhkəmdir. Yəni, bəli, o dırnaqların strukturu inanılmaz dərəcədə sərtdir. Aslan pəncəsini vurduğu zaman o dırnaqlar qurbanın əzələlərinə o qədər dərin keçir ki, qurtulmaq mümkünsüz olur. 38 santimetr az qala mənim qolumun uzunluğundadır, təsəvvür edə bilmirəm. Üstəlik dildən bəhs edək, siyahımızdakı 12-ci fakt, dilləri o qədər kələk götürdü ki, zımpara kimidir. Aha. O dilin üzərində geriyə doğru qıvrılmış kiçik, sərt tikanlar var, papilla adlanır. Onlar sümüyün üstündəki əti sadəcə yalamaqla sıyırıb qopara bilərlər. Yəni hər şey dırnaqdan tutmuş dilə qədər maksimum effektivliyi üçün yaradılıb. Yaxşı, ovdan, yeməkdən danışdıq, bəs su? 7-ci faktımıza görə aslanların suya o qədər də ehtiyacı yoxdur. Daha doğrusu, suya ehtiyacları var, amma susuzluğa çox dözümlüdülər. 4-5 gün heç su içmədən yaşaya bilərlər. Onlar ehtiyac duyduqları nəmin böyük hissəsini elə ovladıqları heyvanların qanından və bədən mayəsindən alırlar. Hətta quraqlıq vaxtı bəzi su ilə zəngin bitkiləri yedikləri də məlumdur. Maraqlıdır. Bütün bu vahiməli xüsusiyyətləri sadalayırıq. 80 kilometr sürət, 11 metr sıçrayış, sümük sıyıran dil. Belə olanda adam düşünür ki, yəqin aslan dünyanın ən böyük, ən yenilməz pişiyidir. Amma 8-ci faktımız deyir ki, yox. Çoxu belə bilsə də, aslan dünyanın ən böyük pişiyi deyil. Düzdür. Bu titulu Sibir pələngi daşıyır. Sibir pələngləri aslanlardan həm daha böyük, həm də əzələ kütləsi baxımından daha ağırdılar. Aslanlar kütlə və cüssə baxımından ikinci yerdə gəlirlər. Pələnglərin bu qədər böyük olması məni həmişə düşündürüb. Amma aslanların da özlərinə məxsus o məşhur vizit kartı var, səsləri. 5-ci faktımız nəriltinin gücü. Sənədlər deyir ki, aslanın nəriltisi düz 8 kilometr məsafədən eşidilir. Bu, təbiətin ən güclü səs siqnalıdır. Amma aslanlar ov edərkən heç vaxt nərildənmirlər. Yəni, şikarı qovalayanda qışqırmaq absurd unsurda. Aha. Ovda tam səssizlik hökm sürür. O nərilti ancaq uzaq məsafəli ünsiyyət və ərazi müdafiəsi üçündür. Exeter Universitetinin süni intellektlə apardığı o məşhur analiz məhz bu nəriltinin sirrini açdı. Alimlər aşkar etdilər ki, bu sadəcə bir səs-küy deyil, 4 hissədən ibarətdir. 4 fərqli hissə? Təfərrüatları necədir? Baxın, birinci inilti gəlir, sonra o bildiyimiz tam boğazdan qopan əsas nərilti, daha sonra yeni kəşf edilmiş bir aralıq səs, ən sonda isə xırıltı. Süni intellekt analiz edib görüb ki, hər aslanın bu səsləri çıxarma tezliyi tamamilə fərqlidir. Yəni, hər aslanın fərdi səs pasportu var. Barmaq izi kimi. Deməli, 8 kilometr uzaqdakı aslan sadəcə mən buradayam demir, mən filan kəsəm, bu ərazi mənə məxsusdur, deyir. Çox heyrətamizdir və barmaq izindən söz düşmüşkən elə 14-cü faktımız da tam bununla bağlıdır, amma vizual barmaq izi ilə aslanların bığları. Bəli, o bığların dibindəki kiçik qara nöqtələrin düzülüşü. Mənbədə qeyd olunur ki, hər aslanın o bığ nöqtələri eyni ilə insanların barmaq izi kimi unikal və təkdir.
Tədqiqatçılar onlara o nöqtələrə baxaraq ad qoya, fərqləndirə bilirlər. Eynilə zebraların zolaqları kimi, aslanların da o bığ nöqtələri təkrarlanır. İndi isə gəlin o məşhur, hər kəsin diqqətini çəkən xüsusiyyətə, 9-cu fakta keçək. Aslanın yalı. Tünd qarı yallı aslanlar həmişə daha əzəmətli görünür və mənəvi olaraq daha güclü qəbul edilir. Sənədlər deyir ki, yal nə qədər tünddürsə, aslan bir o qədər yaşlı, güclü və yüksək testosterona malikdir. Bu da dişilər üçün ən ideal namizəd deməkdir. Hə, dişilər məhz tünd yallı erkəklərə üstünlük verirlər. Çünki bu, sağlam və dözümlü genetika deməkdir. Amma burada təkamülün çox ağır bir oyunu var. Bu, gözəlliyin və dominantlığın çox böyük bir bədəli var. Bədəl nə kimi bədəl? Yəni qara rəng istini çox çəkir, onu nəzərdə tutursunuz? Boynuna dolanmış bir dış şərfi kimidir. Bu, bədən hərarətini kritik dərəcədə qaldırır. Nəticədə aslan daimi istilik stresi yaşayır. İnanılmaz, yəni güclü görünmək üçün özünü bişirir. Bəli, və bu termal stres isti aylarda iştahsızlığa, daha da pisi sperm anomaliyalarına səbəb olur. Yəni, dominant olmaq sənə cütləşmə üstünlüyü verir, amma eyni zamanda çoxalma qabiliyyətini təhlükəyə atır. Təbiətin o məşhur balansı. Güc var, amma əvəzini də ödəyirsən. Gücün bioloji cəriməsi. Bugün 15 faktın üstündən keçdik. Gözlərdən yuxu saatlarına, Pride'ın dişi ovçularından, o tünd yalın gətirdiyi bəlaya qədər hər şeyi analiz etdik. Amma yekunlaşdırmazdan əvvəl bizi dinləyənlərə mənzərəni tam fərqli bir rəngdə göstərmək istəyirəm. Ağ aslanları deyirsiniz yəqin. Gəlinən nadir ağ aslanlar. Çox adam onların albinos olduğunu düşünür. Amma albinos deyirlər. Onların vəziyyəti leykizm adlanan genetik mutasiyadır. Albinoslarda pigment ümumiyyətlə olmur, gözləri qırmızı olur. Amma bu aslanların pəncələrində, burunlarında qara pigmentləri var, gözləri də göy və ya qızıl olur. Ən maraqlısı da odur ki, təbiətdə quru otların arasında bu qədər ağ, yəni diqqət çəkən olmaları onların sağ qalmasına heç bir maneə yaratmır. Çünki bayaqda dediyimiz kimi aslanların ov uğuru kamuflyajdan çox küləyin istiqamətinə, gecənin qaranlığına və dişilərin komanda işinə bağlıdır. Düzdür, komanda işi rəngdən daha önəmlidir. Yaxşı, bizi dinləyən dəyərli dostumuz, bugünkü dərin təhlildən sonra aslanlara yəqin ki, artıq sadəcə nərildəyən bir vəhşi kimi baxmayacaqsınız. Onların yatdığı saata, o qaranlıqdakı gözlərinə və fərdi səs kodlarına tamamilə fərqli bir elmi gözlə yanaşacaqsınız. Bəs siz necə düşünürsünüz? Bu qədər sosial silahı, zimpara kimi dili, 11 metrlik sıçrayışı və komanda strategiyası olan bir aslan, əgər təbiətdə ondan daha böyük və ağır olan tənha Sibir pələngi ilə qarşılaşsaydı, sizcə bu mübarizədə kim məğlub olar? Təkamülün aslana verdiyi bu xüsusiyyətlər pələngi devirməyə yetərmi? Şərhlərdə öz fikrinizi yazmağı mütləq unutmayın və təbiətin arxasında yatan bu cür gizli sirləri, yeni bilikləri öyrənmək üçün abunə olmağı da yadınızdan çıxarmayın. Növbəti dərin təhlilimizdə görüşənədək öz enerjinizi aslanlar kimi düzgün idarə edin.